Üzerimdə heç nəfər işləyir. Neçə nəfərdilər? 4 nəfərdilər. Dacı 5. Sağ olsun, hər şey yüksək səviyyədə və tez-tez işlər gedir. Heç bir ağrım da yoxdur. Yəni, hər kəs bunu edə bilər. Deməli, axır gəlib çatdıq İstanbulda, Türkiyədə. Artıq Now Airtime'ın maşını da bizi gözləyir. Tamam. Otelimizə çatdıq. Yol yorğunuyam, biraz dincəlməliyəm. Bütün testlərimizi elədik, çizgilərimizi çəkdik, yəni bura qədər saç əkiləcək. Amma deyilənə görə saçım kəsilməlidir. Çünki başqa variant yoxdur. Çox maraqlıdır. Amma izləyin, göstərəcəm sizə. Axır ki, 30 ildən sonra saçım kəsildən. Heç nə olmadı. Allah canını sağ eləsin. Gözəl saçlar çıxacaq səndən. Olacaq gözəl. Фотография твоя горят воспоминания. İnşallah ki, bundan sonra daha yaxşı saçlar çıxacaq. Necədir mama? Çox eybəcər olmadı. Olacaq gözəl saçlar çıxacaq. Hamısı qalın Getdi. gözəl saçlar. Все твои обещания. Bax, dediyim kimi yaxına gəl bütün dünya ulduzları döyüşlər, Mirar. Ondan sonra daha digər döyüşçülər, baxın, hər biri bax bu klinikanı seçir. Demək olar ki, əməliyyatın birinci hissəsi bitdi. Yəni, bütün arxa yan hissələrdən bax, bu hüceyrə kökləri çıxartdılar. İndi qaldı əsas yeri. Yəni, onu çıxan o kökləri önü və ortaya əkəcəklər. Hələ ki, yaxşı gedirəm. Sağ olsun, personal da mükəmməl işləyir. Nəhayət ki, 6 saat əməliyyatımız bitdi. Çox maraqlı proses idi, bax. Hər şey qaydasındadır. Şükür Allaha ki, bu kompleksdən azad oldum. İndi isə qalıb bunları qorumaq, təlimatlar verəcəklər. Çox sağ olun, hamınız yazdınız, dəstək oldunuz. Y ahora sigo enamorando, regalando, estoy demostrando, te guste bonita que estamos lejos. Deməli, bununla da bizim Türkiyə səfərimiz bitdi. Hər şeyimizi etdi. Ana, sən də razı qaldı. Çox məmnunam. Gözəl. Now Hair Time. Təşəkkür edirəm, minnətdaram. Heç bir ağrım yoxdur, heç bir şeyim də yoxdur. Artıq vətənə dönürəm. Görüşənədək.